Salam uşaqlar, bugün sizə 2025-ə aldığım zırba kitləri göstərəcəm. Hələ bunlar zırba kitləri aldığımın yarısıdır. Sabahsı gün dekabrın 30-u, yəni dekabrın 30-u gedib fərqli zırba kitlər də alacağam. Və bunların hamısını, qiymətini və necə olduğunu göstərib hamısını sizə deyəcəm. Gördüyünüz kimi burada Petardus Co201 hər il hamının aldığı klasik patlayanlardır. İçində 60 dənə olur. Görünüşü də belədir. Baxın. Belə turuncu rəngdə başlığı var. Yaxşı da partlayır. Bunu 2.50-yə almışam. İndi isə sizə pop-pop var. Bunu göstərəcəm. Bu da onu yaxşı partlayır, amma çox da yaxşı partlamır. Baxın, beləsinədir. Yerə vuranda partlayır. Qəşəngdir bu da. Tozu da içindədir ki, bir-birinə dəyib içəridə partlamasın deyə. Bu da yaxşı bir şeydir. Elə belə almışam bunu. Deməli, partlayanlardan 2 paska almışam. Bu da 3 paska. Birini də almışdım. 4 paska idi. Bir paskanı partladıb tutarmışam. Bunu da yarısını partlamışam. Bu da 31-i axşam partladacağım. Hamısını 2 paska almışam. Çox yaxşı partlayır. Mən də sabahsı gün sizə aldığım zırba kitlərin hamısını hər şey göstərəcəm və qiymətlərini də deyəcəm. İndilik bu qədər. Sağ olun, salamat qalın.